Məsələ 4. 0, 1, 2, 3, 4, 5 çoxluğunun elementlərindən rəqəmləri təkrarlanan neçə 3 rəqəmli cüt ədəd düzəltmək olar? Həlli. Göründüyü kimi çoxluqda 6 element var. Çoxluğun 6 elementləri olduğundan burada və rəqəmlər təkrarlığından vurma prinsipindən hər bir quracağımız 3 rəqəmli ədədin birinci, ikinci rəqəminin hansılar ola bildiyini bilmək lazımdır. Birinci rəqəm hansı ola bilər? Aydındır ki, buradakı 6 rəqəmdən 1, 2, 3, 4, 5 rəqəmlərindən 0 birinci rəqəm ola bilməz. Çünki 0 birinci rəqəm o sayılmır, 2 rəqəmlə də olur. Ona görə də geridə qaldı 5 rəqəm. Deməli, birinci rəqəmi 5 dənə rəqəmlə yazılır olmalı. Vurma prinsipinə görə ikinci rəqəmi isə 0 da daxil ola bilər və onda ikinci rəqəmlərin sayı 0, 1, 2, 3, 4, 5, 6 dənə olur. Üçüncü rəqəm 0, 2, 4 cüt rəqəm, bu rəqəmlər olmalıdır ki, üçüncü rəqəm. Alınan ədəd cüt ədəd olsun. Çünki ədədin sonu 0, 2, 4 olanda o cüt olacaq. Və burada da cüt olması üçün ədədlərin istifadə edəcəyimiz 0, 2, 4, 6-ın 2, 0, 2, 4-ün sayı 3 dənədir. Deməli, üçüncü rəqəm 0, 2, 4, 6-dan olduğuna sayı 3-ə bərabərdir. Və bunları vururuq. 5 dəfə 6, 30, vuraq 3, bu da bərabərdir 90. Beləliklə, verilən çoxluğun elementlərindən rəqəmləri təkrarlanan 90 dənə 3 rəqəmli cüt ədəd düzəltmək olar.